Və biz bilirik ki, müəssisələrin fəaliyyətində idarə etmə uçotu mühüm rol oynayır. Lakin hesabatların hazırlanmasında əlavələr var ki, bu, məsələn, tam dövr üzrə müəssisələrin maliyyə hesabatlarını və yaxud istehsal hesabatlarını hazırlamaq üçün biz balans maddələrindən də istifadə edirik. Buna görə bu haqda qısa məlumat verək. Müəssisələrin istehsal uçotunu idarə etmə uçotu formasında təşkil edir. Əlbəttə ki, hər bir müəssisədə istehsal müəssisəsində istehsal idarə etmə uçotu həyata keçirilir. Lakin aparılan əməliyyatların tamlığını ifadə etmək üçün uçot elementlərinin detallaşdırılması məbləğ ifadəsi ilə yanaşı dəyər ifadəsində də göstərilir. Və müəssisələrin tədrisatı zamanı maliyyə idarə etmə uçotu ilə yanaşı maliyyə uçotundan da istifadə edilir. Belə ki, müəssisələrdə amortizasiya fondu maliyyə uçotuna aid bir fonddur. Məsələn, hesablaşma hesabı qısa müddətli aktivlərdir, dəyər ifadəsində aparılır. Kassa və əmək haqqı uçotu, malsatan və pudratçılarla hesablaşmalar, kapital hesabı özü idarə etmə uçotunun tərkibində işlənməsinə baxmayaraq bu maliyyə uçotuna aid olan bir məsələdir. Və biz maliyyə uçotunun, məsələn, balans hesabatı onun hazırlanma qaydaları, lakin birgə fəaliyyətə baxmayaraq idarə etmə uçotu maliyyə uçotundan fərqlənir. Belə ki, maliyyə uçotu fondların fəaliyyətini, onların hərəkətini dəyər ifadəsində əks etdirməklə yanaşı, yekun nəticədə maliyyə hesabatlarını formalaşdırır. Belə ki, ilkin hesabat istehsal uçotu zamanı formalaşır. İstehsal uçotundan maliyyə hesabatları belə çıxır ki, öz əsasını istehsal uçotundan, istehsalda hazırlanan balans hesabatından alır və dəyər ifadəsində aparılsa da istehsal yekun nəticələri maliyyə sənədi formasında, yəni balans ifadəsində tərtib olunur. Deməli, yekun maliyyə hesabatları idarə etmə uçotunda aparılan hesabat formasıdır. İstehsal hesabları, yəni istehsal hesabları, yekun istehsal demək, balans isə müəssisə idarə etmə, balans və balans hesabatı idarə etmə uçotunun hesabatı formasında təqdim olunur. Deməli, balans maliyyə hesabatları ilə balans hesabatı və ya maliyyə uçotu ilə idarə etmə uçotu arasında bir əlaqələndirici həlqə olur. Yəni, buna bir misal göstərək ki, bu kapitaldır. Kapital özü idarə etmə uçotunun əsasıdır. Yəni, kapitalsız heç bir idarə etmə uçotu, məsrəflərin uçotu aparıla bilməz və buna görə də kapital maliyyə hesabatları mahiyyətini təşkil edir. Kapitalda baş verən dəyişikliklər balans hesabatında öz əksini tapır. Maliyyə hesabatları nədir? Balans hesabatlarının hazırlanmasına, istehsalın yekun hesablarının, yəni istehsal hesablarının hazırlanmasından başlamaq lazımdır. İstehsal hesabı məhsulun istehsalına çəkilən bütün xərcləri əks etdirən yekun hesabdır. İstehsal hesabı elə tərtib edilir ki, xərclər haqqında məlumat 3 əsas qrupda birləşdirilir ki, bunlardan biri məhsulun əsas maya dəyəridir, istehsal qaimə məsrəfləridir, bitməmiş istehsal qalığına düzəlişlərdir. Yəni, müəssisələrdə maya dəyərinin hesablanması ticarət hesabının alınmasına, satışla maya dəyərinin müqayisəsinə əsas verir. Məhsulun əsas maya dəyəri bu, məhsulun istehsalı ilə əlaqədar birbaşa xərcləri, birbaşa və dolayı xərcləri ifadə edir. Maya dəyəri aşağıdakı hissələrin cəmindən ibarətdir. Birbaşa xammal və material, birbaşa istehsal əmək haqqı, amortizasiya, birbaşa sair xərcləri ifadə edir. Yəni, istifadə olunmuş xammal və materialın dəyəri belə hesablanır. İlin əvvəlinə qalıq, xammal və materiallar, üstəgəl alış zamanı xammal və materiallar, üstəgəl nəqliyyat xərcləri, çıxılsın alışın geri qaytarılması, çıxılsın ilin sonuna qalıq. Cəm sərf edilmiş xammal və materiallar. Göründüyü kimi, balans hesabatının birinci hissəsinin məlumatları maya dəyəri hesabına formalaşır və müəssisənin əsas gəlirləri və xərclərinin nisbətini ifadə edir. Yəni, satışdan gələn gəlirdən xərclər və sosial ayrımlar çıxıldıqdan sonra yekun nəticədə mənfəət qalır ki, sonradan satışdan gələn gəlirlər mənfəət və zərər hesabına köçürülür.
Biz hər bir müəssisənin istehsal hesabları mövcuddur. Belə hesablara qeyd etdiyimiz kimi 3 hissədən ibarət götürmüşük bunları. Kimi maya dəyərini götürürük. Səbəb satışdan gələn gəlirləri yalnız maya dəyəri ilə müqayisədə mənfəəti ayıra bilək. Yəni bu hesablarda artıq biz birinci növbədə müəssisənin fəaliyyətində maya dəyərinin uçotunu dəqiqliyi ilə aparırıq və maya dəyərinin yekun nəticəsindən biz satışdan gələn gəlirdən maya dəyərinin çıxmağına biz mənfəəti almış oluruq. Ondan sonra yekun nəticədə mənfəət və zərər hesabında əməliyyatları aparırıq. Bunsuz balans hesabatı tamamlanmamış olar. Əgər biz oradan aldığımız nəticəni mənfəət və zərər hesabına verməsək, biz bütün əməliyyatımızı tam şəkildə ifadə eləyə bilmərik. Buna görə də biz ən öncə, buna görə də onun informasiya mənbəsi istehsal informasiyalarından götürürük, fərqlənir. Məsələn, maliyyələşməyə çəkilən xərclər birgə müəssisələrin mənfəətindəki pay öhdəlikləri üzrə xərclər və faizlər. Adətən müəssisənin ümumi mənfəəti, mənfəət və zərər hesabında üzə çıxır. Bu balans hesabatının yekun nəticələrini ifadə edir. Əslində mənfəət və zərər hesabı istehsalla əlaqəsi olmayan gəlir və xərcləri ifadə edir. Əlbəttə ki, müəssisənin gəlirləri 2 hissəyə ayrılır. Bunlardan birinci satışdan gələn gəlirlərdir, ikincisi isə ümumi gəlirlərdir. Faiz gəlirləridir, icarə gəlirləridir, kommunal ödəmələrdir və s. Bu iki gəlirin yekun nəticəsi balans hesabatında özünü tanıdır. Balans hesabatı 2 hissədən ibarət olur. Belə ki, o özündə ticarət hesabını, həm də mənfəət və zərər hesabını birləşdirir. Bu hesab özündə 2 növ mənfəəti birləşdirir. Ümumi gəlir qeyd etdiyimiz kimi və xalis gəlir. Satışdan ümumi gəlir bərabərdir xalis gəlir, satılan malların maya dəyəri. Məsələn, bu misalı mən vaxtımız qısa olduğu üçün izah eləmirəm. Malın alışı və satışı ilə əlaqədar olan bütün maddələr balans hesabatına daxildir. Lakin təsərrüfat fəaliyyətinin bəzi növləri hüquqi xidməti və mühasibat xidməti ticarət hesabının aparılmasını tələb etmir. Mənfəət və zərər hesabına keçirilir. Sonraki mərhələdə satışdan gəlir ticarət hesabının mənfəət və zərər hesabına keçirilir. Biz balans hesabatında ticarətin ümumiyyətlə müəssisənin istehsal prosesinin nəticələrini maya dəyərində qeyd edirik. Kənarlaşmalar aydınlaşdırılır və müəssisənin məhsulu satışdan sonra gələn gəlirlərdən maya dəyəri qeyd elədiyimiz kimi çıxılır və mənfəət və zərər hesabına köçürülür. Biz balans hesabatı nədir? Bu hesab deyil, müəssisənin müəyyən zamanı əhatə edən müəssisə və təşkilatların maliyyə vəziyyətini əks etdirən baş ştabda olan hesabların siyahısıdır. Yəni, həqiqətən balans hesabatı bu müəssisənin müəyyən zamanda gəlir və xərclərini, mənfəət və ya zərərini tam şəkildə ifadə edir. Biz burada maliyyə hesabatlarını hazırlamaq üçün, yəni balans hesabatını hazırlamaq üçün birinci növbədə ilkin balansdan istifadə eləməliyik. İlkin balans baş ştabda yazılan, yəni bir nömrəli beynəlxalq standarta uyğun olaraq baş ştabın birinci hissəsində göstərilən debit və kredit əməliyyatlarının qalıqlarını köçürürük ilkin balansa, müqayisə eləyirik. Baş ştabın məlumatları və ilkin sənədlərlə biz səhvləri aşkar edib, səhvləri aradan götürdükdən sonra biz ilkin balansı hazırlayırıq. Yəni, balans hesabında özündə kapital əks etdirir ki, hesabın ticarət mənfəət və zərər hesabının yekun nəticələrini əks etdirməklə müəssisənin cariyyə maliyyə vəziyyətini əks etdirir. Yəni, biz aldığımız nəticəni balans hesabatında mənfəət və zərərin yekun nəticəsini kapital hesabına köçürürük ki, bu zaman kapital hesabında da dəyişmə baş verir. İndi biz burada əsasən göstərmişik balans, ilkin balansdan çıxardığımız məlumatlardır və bu balans ilkin balans kimi və eyni zamanda balans hesabatı kimi dəyərləndirilir. İlkin balansdan balans hesabatının fərqi ondan ibarətdir ki, burada yalnız burada göstərilir məsələn müəssisənin aktivləri,
müəssisənin aktivləri. Məsələn, burada biraz yığılsaydı, bütün hesablarda göstərilir. Burada avadanlıqlar, məsələ, aktiv hesab kimi qeyd olunur. Məsələ, burada istehsal hesabları, aktiv hesablar kimi qeyd olunur. Burada nağd pul hesabları, aktiv hesablardır və bunlar hamısı yekun nəticələri almağa, ticarət və balans hesabatını hazırlamaq üçün bizə, yəni mənfəət və zərər ticarət hesabını hazırlamaq üçün bu bizə möhkəm kömək eləyir. Yəni burada ilkin balansın bütün satışla bağlı xərcləri ticarət hesabına keçirilir və ümumi gəlir hesablanılır. Bundan sonra gəlir və xərclər barədə məlumat ticarət hesabına və oradan da mənfəət və zərər haqqında hesaba keçirilir. Biz burada göstərmişik, bu balans hesabatıdır. Balans hesabatında ancaq satışla və müəssisənin istehsal xərcləri ilə, maya dəyəri ilə əlaqədar olan bütün xərclər burada öz ifadəsini tapır. Məsələn, bizim satışlarımız 8600 manatdır, qaytarılıbdır 75, satdığımız məhsuldan qaytarılan 75'dir. Biz 75 manatdır, çıxırıq 75 manatı, qalır 8525 manat, araya əlavə cədvəl düşdü və biz bunu qeyd eləyəcəyik. 8525 manat düşübdür burada və 8525 manatın bütövlükdə maya dəyərini biz hesablayırıq ki, bu işarələrlə biz maya dəyərindən ibarətdir. Burada maya dəyəri, məsələn, ilin əvvəlinə qalıqdır. Burada alışlardır, alışlardan qaytarılmalardır, sair nəqliyyat xərcləridir, sair malların qaytarılması da ambar xərcləridir. Satışın maya dəyəri tam şəkildə gəldi, çıxdı. Biz orada hesablayırıq, bir cədvəl araya kiçik şəkildə düşdüyünə görə biz bunu tam ifadə eləyirik, yəni fikrimiz aydın olur. Burada 8155 manat bizim ümumi maya dəyərimizi ifadə eləyir. Və biz satışdan gələn gəlir, bu qaytarılma çıxıldıqdan sonra 8525 manatdan bütöv halda maya dəyərini çıxırıq. Maya dəyərini çıxanda müəssisənin ümumi mənfəəti, ümumi gəliri 370 manat kimi dəyərləndirilir. Ümumiyyətlə müəssisənin gəliri 370 manat kimi dəyərləndirilir. Demək, ticarətdən bizim gələn gəlirimiz 370 manatdır. Və bu zaman biz mənfəət və zərər hesabından istifadə eləyəcəyik. Yəni, bizim məqsədimiz balans hesabatını tam şəkildə sizə ifadə eləməkdir. Balans hesabatını tam sizə ifadə eləmək üçün müəssisənin tərkibində işlənən uçot, yəni burada məsrəflərin uçotu maya dəyəri və maya dəyəri ilə yanaşı maliyyə hesabatları, maliyyə uçotu, maliyyə uçotunun nəticəsində və istehsal uçotu nəticəsində balans maliyyə uçotu ilə istehsal hesablarını, maliyyə uçotu ilə idarə etmə uçotunu birləşdirir və balans məlumatlarından balans qeyd elədiyimiz kimi balans hesabatını çıxarırıq. Balans hesabatı iki yerə ayrılır. Bu balans hesabatında demək, mənfəət zərər, bir də ticarət hesabıdır. Ticarət hesabında aparılan əməliyyatı, yəni bütün maya dəyərinin göstəricilərini hesablayıb, biz satışdan gələn gəlirdən çıxırıq və sonraki mərhələdə onu mənfəət və zərər hesabına əlavə eləyirik. Bu da mənfəət və zərər hesabıdır. Balans hesabatının tərkibində yerləşdirilir və biz onu tam aydın başa düşmək üçün mənfəət və zərər hesabını balans hesabatının tərkibindən ticarət hesabı kimi ayırıb qoymuşuq və bu zaman baxın, burada mənfəət və zərər hesabı özündə nələri əks etdirir? Mənfəət və zərər hesabı özündə ilkin mənada müəssisənin ümumi gəlirlərini ifadə edir. Müəssisənin ümumi gəlirləri nədən ibarətdir? Müəssisənin ümumi gəlirləri faiz hesablarından, yəni istehsalda iştirak eləməyən, maya dəyərinə daxil olmayan gəlirlərdir ki, bunlar faiz gəlirləridir, icarə haqlarıdır, kommunal ödəmələrdir, digər göstəricilərdir. Məsələn, burada icarə və kommunal ödəmələr, burada hər birinin məbləğini qarşısında ifadə eləmişik. Satılmış malların qaytarılması, bu zərərdir. Əlbəttə ki, bu bizim satışın azalmasına səbəb olan vasitədir. Qulluqçuların əmək haqqısıdır, verilən güzəşlərdir. Biz əgər məhsulun dəyərindən güzəş veririksə, bu da bizim zərərimizə gəlib çıxır. Ödənilən
komisyon haqlarıdır, biz ödədiklərimizdir, ümidsiz borçlardır ki, o borçlar bizə qayıtmır və bu bizim zərərimizdir. Ümumilikdə il ərzində bizim hesabladığımız balans hesabatından götürdüyümüz maddələri ifadə edirik burada. Burada biz balans hesabatını sizə göstərdik. Bax, bu ticarət hesabıdır. Bundan əvvəlki göstərdiyimiz balans hesabatıdır. İlkin balansdan bunları yığmışıq. Elə bəzi hallarda uyğun gəlir, bəzi maddələr bunun içərisində olmur. Burada ən əsas istehsalda iştirak edən və müəssisənin ümumi gəlirləri öz əksini tapır. Zərərlər hamısı ümumi gəlirlərdir. Ümumi gəlirlərin içində olan zərərlərdir. Məsələn, bu zərər nədir? Müəssisədən alınan əvəzi ödənilməyən bir şeylərdir ki, bunlar zərər kimi bizə göstərilir. Yəni, bu balans hesabatının özüdür, içərisində mənfəət və zərəri birləşdiribdir. Bax, burada zərərdir, bu mənfəətdir, birləşdirilibdir. Bu da maya dəyəri göstəricilərini birləşdirir. Burada aktivlərdir, passivlərdir, öz əksini tapır, kapitaldır, dikər xərclər də öz əksini tapır və biz bunu veririk balans hesabatına. Mən təkrar eləmək istəmirəm. Bax, burada göstərmişik. 8600 verdik biz satışa, 75 manat qaytarıldı. Və bu qaytarılmanı biz çıxırıq bu 8525-in tərkibindən çıxanda biz satmışıq 8525 manat. Və nəticədə maya dəyərini hesablayırıq. Bura artıq mənfəət və zərərə uyğun olan, yəni müəssisənin ümumi gəlirləri bura daxil ola bilməz. 8155 manatdır. Əsas gəlirdən çıxdıq. 370 manat bizim ümumi gəlirimiz qaldı. Mən bunu təkrar fırlatmaqda məqsədim odur ki, biz balans hesabatlarının hazırlanması, balans hesabatının əsasında ticarət və mənfəət və zərər hesabını ümumilikdə ayrı-ayrılıqda hesablaya bilək. Dedik biz mənfəət bütün hesabı, yəni maya dəyəri ilə, istehsalla əlaqədar olmayan gəlir və xərcləri burada ifadə elədik. Bu xərcləri bilirik ki, mənfəət və zərər hesabının debiti ümumiyyətlə zərəri ifadə edirik və biz bütün zərərləri seçib mənfəət və zərər hesabının debit hissəsində qeyd eləmişik. İkinci, biz kredit gəlir hissəsini ifadə eləyib, bizdə alınan icarə haqları 165 manatdır, alınan güzəştlər də 55 manatdır, bunları toplamışıq 220 manatdır. Burada mənfəət, yekun hesab veririk və burada zərəri hesablamışıq və bu 220 manatın üzərinə ticarət mənfəət yazmışıq. Ticarətdən gələn gəliri, mənfəəti ifadə eləmişik, gəlmişik, yəni kredit hissəyə əlavə eləmişik. Bu bizim yəni mənfəətimizdir. Cəmi mənfəətimiz 590 manat eləyibdir. Bizim zərərlərimiz, ümumi zərərlərimiz 6930 manat, demək 7520 manat təşkil eləyib. 590 manatı çıxdıqdan sonra bizdə yerdə qalıb 6930 manat. Və biz bunu yoxlama aparmışıq 6930 manatın üzərinə. 500, bu da beynəlxalq standarta uyğundur. Bir nömrəli beynəlxalq standarta uyğun olaraq biz əgər burada alırıqsa, əslində bu mənfəət və zərər hesabı pasiv hesabdır. Burada qalıqlar, əslində aktiv pasiv hesab deyə bilərik, hər ikisində qalıq qala bilər və biz burada 6930 manatı göstərmişik və burada 7520 manat yoxlamanı biz apara bilirik. Bu hissədə 6930 manat burada zərərdir. Yəni bunu artıq 7520 manatdan 590 manatı çıxıb 6930 manat zərəri bura yazıb və biz ümumi gəliri, mənfəəti üstünə əlavə eləyəndə yekun nəticə 7520 manat alınacaqdır. Demək, müəssisənin 6930 manat zərəri var. Əlbəttə ki, bunu kapital hesabına əlavə eləyəcək. Kapital hesabına əlavə eləyəndə kapitalda azalma baş verəcəkdir. Və bu kapitalda dəyişmə mənfi dəyişməyə, mənfi işarəyə səbəb olacaqdır. Bugünkü dərsimizi yekunlaşdırırıq. Gələn dərslərimizdə biz daha geniş pul vəsaitlərinin hərəkəti haqqında hesabatı sizə təqdim edəcəyik. Bununla dərsimizi bitirdik. Sağ olun.
Gələn görüşə qədər.